Beldə olan ağrılar, boyunda olan ağrılar, çiyində olan ağrılar, diz ağrıları, bütün bədənin istənilən nöqtəsində, istənilən oynağında, məsəl üçün biləkdə olan ağrılar, istənilən nöqtəsində olan ağrılar, bu ağrılardan bezmişsinizsə, bizə bu mövzuda gəlməyən sual qalmayıb ki, biz ağrılara, belə deyək də, bir məhsul tapa bilmirik, nə istifadə edirik, ağrımız keçmir. Mən sizə bugün cəmi 45 qəpiyə bir vasitə göstərəcəm ki, bütün ağrılardan, bütün oynaq ağrılarından tam şəkildə azad ola biləcəyiniz bir məhsuldur. Bir dənə aptekdən alırsınız Diklablok ampul, Diklablok ampula. Bir dənə də Menavazin spirt. Qatırsınız bunu bunun içinə, qarışdırırsınız gözəl şəkildə, gündə 2 dəfə. Ağrıyan o həmin haradısa, çiyindirsə çiyin, beldirsə bel, masaj edirsiniz oranı 5 dəqiqə, 10 dəqiqə kimi belə hopdurursunuz ora bu spirti və görəcəksiniz ki, elə siz masaj eləyən momentəcə ağrı gedəcək. Və bununla da ağrılara son deyəcəksiniz. Bir dənə rahatlıq gələcəksiniz və gecəni rahat yatacaqsınız sabaha kimi. Tam 24 saat ağrılardan azad olacaqsınız. Və bir neçə dəfə artıq bu prosesi davam eləyəndən sonra ağrı sizdə ümumiyyətcə olmayacaq. Bu ampulanı daxilə iynə şəklində, yəni əzələyə iynə şəklində vura da bilərsiniz. Elə də ağrılar kəsə bilər, amma belə daha tez effekt verəcək. Videonu bəyənməyi, ekranda gördüyünüz plus işarəsini toxunmağı rica edirəm. Diqqətinizə görə minnətdaram. Artıq ağrı mövzusunu bağlayaq. Diklablok ampula və Menavazin spirt.